qüvvələrin təcilini istəyir. İlk olaraq bu sistemə təsir edən qüvvələr yazaq. Aşağı doğru Eiffel cisminin 60 newtonluq ağırlıq qüvvəsi və yenə aşağı doğru FK cisminin 40 newtonluq ağırlıq qüvvəsi vardır. Burada cisim aşağı doğru hərəkət edir, yəni böyük qüvvə istiqamətində. Ona görə təcili də böyük qüvvə istiqamətində olacaq, yəni 60 newton istiqamətində olur. Buradan biz təcili tapsaq, F əvəzləyici bölünsün M sistem düsturuna əsasən, əvəzləyici qüvvəni tapanda böyük qüvvədən, yəni F-dən kiçik qüvvəni, yəni FK-nı çıxırıq. Buna səbəb də əks istiqamətdə olmalarıdır. M sistemi tapanda isə, yəni sistemin kütləsini tapanda isə L cisminin kütləsi ilə K cisminin kütləsini toplayırıq. M cisminin kütləsi isə nəzərə alınmır. Çünki burada gərilmə qüvvəsi yaranmır. Yəni cisim hərəkət eləmir, sükunətdə qalır. Ona görə M üstə gəlsin MK 60 çıxılsın 40 bölünsün 6 üstə gəlsin 4-dən biz tapırıq ki, təcil 2 metr bölünsün saniyə kvadratıdır.